Oyaq olun. İsa bizi oyaq olmağa çağırır. Niyə? Çünki çoxları bizi aldatmağa çalışacaqlar. Dar yol ilə getməyə çağırılmışıq. Hər iki tərəfdən yalan var. Bir tərəf haqda Matta 7:15 deyir. Yalançı peyğəmbərlərdən özünüzü gözləyin. Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddular. Onları bəhrələrindən tanıyacaqsınız. O gün bir çoxları mənə deyəcək: Ya Rəbb, biz sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələri yaratmırdıqmı? Onda mən onlara bəyan edəcəm: Ey qanunsuzluq edənlər, mən sizi heç vaxt tanımamışam. Məndən uzaq olun. İmanlılar cəmiyyətində ola bilərsiniz. Rəbb deyə peyğəmbərlik edə, cinləri qova, möcüzələr eləyə və eyni zamanda yalançı ola bilərsiniz. Günah eləyərək ikiyüzlü ola bilərsiniz. Adamları yoldan çıxara bilərsiniz. Ayıq olmalıyıq. İsa dedi, onları bəhrələrindən tanıyacaqsınız. Möcüzələri görüb aldanmayın. Bunlar baptist cəmiyyətlərində olmurlar. Bunlar xarizmatik və 50-ci cəmiyyətlərində olurlar. Oyaq olmalıyıq. Lakin yalan hər iki tərəfdə var. İsa demədi, peyğəmbərlik edənlərdən özünüzü gözləyin. Cinləri qovanlardan özünüzü gözləyin. Şəfa verənlərdən özünüzü gözləyin. Hamısından özünüzü gözləyin demədi. Yalnız yalançı olanlardan dedi. Bunu öyrədənlər var və İsa bizi bunlar barədə də xəbərdarlıq eləyir. Bu Matta 7-ci deyil, 16-cı fəsildədir. Ehtiyatlı olun. Dindarların təlimindən özünüzü gözləyin. İsa onlara dedi, siz səmavi paşalığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız. Niyə onlar səmavi paşalığı insanların üzünə qapayırlar? Çünki başqa müjdəni vəz edirlər. Deyirlər, bu gün peyğəmbərlik yoxdur, Allah danışmır, çünki müqəddəs kitabımız var. Onlar suda vəftizin qüdrəti haqqında heç vaxt öyrətmirlər. Müqəddəs ruhla vəftizin əhəmiyyəti barədə danışmırlar. Özləri də möcüzələrə dolu həyatı yaşamırlar. Onlar da aldanıblar. Beləliklə, yolun hər iki tərəfində yalan var. Biz oyaq olmalıyıq. Dar yolla gedək. Həm ruhda, həm də həqiqətdə yaşayaq. İsa'nın dediyi kimi olaq. Xeyir, dua ilə qalın.